Birincisi, uca Allahın əmrinə tabi olmaq. Uca Allah buyurur, həqiqətən Allah onun mələkləri Peyğəmbərə salavat göndərirlər. Ey iman gətirənlər, onun üçün siz də salavat göndərin. Yəni, bu bir şərəfdir ki, salavat deməklə Allahın əmrinə tabi olursan, hər dəfə salavat deyəndə Allaha olan itaətin artır və bu da Allahla insan arasında olan əsas bağlantıdır. Çünki Allahın buyruğunu yerinə yetirsən. İkinci, insan salavat deməklə Allahın öz rəsuluna etdiyi salavata nail olmuş olursan. Yəni, uca Allahın etdiyini etmiş olursan. Çünki Allah mələkləri Peyğəmbərə salavat və salam deyirlər. Üçüncü, insan bu əməl etməklə mələklərlə eyni əməl etmiş olur. Əməlin şərəfinə bax ki, insan mələklə eyni əməl edir. İnsan mələklə eyni əməl edir. Mələklər yer üzünə xeyir və bərəkətlə enərlər. İnsan salavatı çoxaldıqca Allah ona da, ailəsinə də, işlərində, elmində, beləliklə bütün həyatı boyunca bərəkət verər. Dördüncü, bir dəfə salavat edənə Allah 10 salavat edər. Beşinci, Allah onu öz dərgahında 10 dərəcə yüksəldər. Altıncı, Allah onun üçün 10 savab yazar. Yedinci, ondan 10 pis əməli sevər. Səkkizinci, duasının qəbul olmasının ehtimalı böyükdür. Duanın ədəblərindəndir ki, duanın əvvəlində və axırında salavat deyəsən. Belə olduqda duan qəbul olunar. Bir qul ki, Allahın salavatına nail olarsa, onu hər tərəfdən rəhmət ürəyər, bütün qəm-kədərlər yox olar, sıxıntılar uçub gedər, borcu ödənər, ailəsinə, övladlarına bərəkət edər. Yəni, insan salavat deyəndə Allah qatında xatırlanıb, xeyir dua alır. Lakin Allahın rəhməti nə qədər böyükdür ki, bir salavat deyirsən, Allah sənə 10 xeyir dua edir. 9-cu, axirətə Peyğəmbərin şəfaətinə nail olmağın ən böyük səbəblərindən birisi. Peyğəmbər belə buyurub ki, kim mənə salavat edərsə, Allahdan mənim üçün vəd etdiyi məqama yetişdirməyi diləyərsə, həmin kəs qiyamət günü mənim şəfaətimə nail olar. 10-cu, günahların bağışlanmasına səbəbdir. 11-ci, Allah səni öz himayəsinə götürər. Allahın bəndə üçün kifayət etməsi onun üçün ən vacib olan şeydir. 12-ci, qiyamət günü bəndənin Peyğəmbərə yaxın olmasına səbəbdir. 13-cü, imkanı olmayan üçün sədəqə əvəzidir. İmkanı yox sədəqə vermək. Elə məhz bu sədəqə əvəzidir. Düşünün. 14-cü, ehtiyacların aradan qalxması üçün səbəbdir. 15-ci, Allahın və mələklərin ona salavat göndərilməsinə səbəbdir. 16-cı, namaz qılan üçün namazını, zəkat verən üçün zəkatını və başqa bütün ibadətləri günahlardan paklaşdırır və ümumilikdə qul üçün paklıqdır. Görün, salavat nə deməkdir? 17-ci, bir insanın ölümündən əvvəl cənnətlə müjdələnməsinə səbəbdir. 18-ci, qiyamətin dəhşətindən xilas olmaq üçün səbəbdir. 19-cu, Peyğəmbərin sallallahu əleyhi və səlləm, Peyğəmbərin salavat edənə və salam verənə cavab verməsinə səbəbdir. Peyğəmbərimiz buyurur ki, mənə salavat deyən olanda Allah mən ruhumu qaytarar, mən də ona salam deyərəm. 20-ci, qulun unutqanlıqların xatırlamasına səbəbdir. 21-ci, salavat yoxsulluğu aradan qaldırmaq üçün səbəbdir. 22-ci, əgər Peyğəmbərin adı çəkiləndə Allahın ona salavat və salamı olsun deyərsə, xəsislik adı onun üzərindən qalxar. Peyğəmbərimiz buyurur ki, xəsis o kəsdir ki, adım yanında çəkilib mənə salavat demir. Xəsis adlandırır. Kim adlandırır? Peyğəmbərimiz. 23-cü, insanın cənnətə gedən yolunu asanlaşdırar. Tərk edən isə cənnət yolundan uzaqlaşdırar, çətinləşdirar yəni. 24-cü, Allah Rəsulü zikr olunmayan məclisdən pis qoxu gələr. 25-ci, Allahın həmdi və Rəsuluna salavat və salamı ilə başlayan nitqin tamamlanmasına səbəbdir. Bu kəlmələ başlayan nitq kamil olur. Onu hər zaman xətiblər nə ilə başlayırlar? Allah'a həmdi sana və Peyğəmbərimizə salavatla başlayırlar. Hətta alimlər kitablarını belə başlayırlar. Yazılarını belə başlayırlar. Məqalələrini belə başlayırlar. 26-cı, qiyamət günü siratdan keçən üçün çox nur olacaq. 27-ci, insanın sərt qəlbli olmasını aradan qaldırar. 8-ci, Allah qulunu mələklər yanında tərifləyər və yer üzündə həmin şəxsə insanların hörməti artar. Çünki səni mələklər sevirsə, insanlar niyə sevməsin ki? O sevgini insanların qəlbinə kim qoyar? Uca Allah qoyar. 29-cu, ömrü, əməli, yaşayışı bərəkətli olar. 30-cu, onun üçün uca Allahın rəhmətini qazanmağa səbəbdir. 31-ci, davamlı olaraq Rəsulullah olan sevgisini, Rəsulullahın ona olan sevgisini artmasına səbəbdir. 32-ci, çoxlu salavat demək Allah Rəsuluna olan sevginin artmasına səbəbdir. Əlamətidir. 33-cü, qulun hidayət olunmasına səbəbdir. 34-cü, onun adının Peyğəmbərə çatdırılmasına və yanında çəkilməsinə səbəbdir. 35-ci, siratda qədəmlərin möhkəm və
sabit olar, büdrəməsən. 36-cı Allah Rəsulunun haqqının cüzi bir hissəsini yerinə yetirməkdir. 37-ci Allah Rəsulunun salavat və salam olsun deməklə uca Allahı zikr etmək, onu şükür etməkdir. 38-ci o qulun Rəbbinə tövbə etməsinə yol açar. 39-cu salavat edilən bir məclisə paçlıq olar, qiyamət günü peşman olanlardan olmaz. 40-cı Allaha edilən duadır. Salavat öz duadır. Və bil ki, salavat həmçinin qəbul olunan duadır.